Salam əziz dinləyici. Bugün sizinlə mən, Murad Və mən, Leyla, Zihin Pod'un təqdimatında birlikdəyik. və sizin üçün seçdiyimiz mövzu, daha doğrusu qaynaq Umberto Eco'nun Antik Roma əsəridir. Məqsədimiz də bu həqiqətən zəngin əsərdən Eco'nun bizə göstərdiyi ən düşündürücü, bəlkə də az bilinən məqamları üzə çıxarmaqdır. Bəli, çalışacaq ki, o Roma haqqındakı standart təsəvvürlərdən biraz kənara çıxaq. Eko bizə kömək edir ki, daha mürəkkəb bir mənzərəni görək. Roma dedikdə adətən o böyük imperiya, legionlar, Sezar falan yada düşür. Amma işin başlanğıcı, o cümhuriyyət dövrü, İtaliyanın fəthi necə olub? Eko bu barədə nə deyir? Etrusklar var idi axı. Hə, çox vacib məqamdır. Eko vurğulayır ki, Roma İtaliyanın fəth etdikcə Etrusklar kimi fərqli mədəniyyətlər, necə deyim, görünürlüyünü itirməyə başlayır, amma tamamilə yox olmur. Eko bunu İtaliyanın əksik qalan kimliyi kimi çox maraqlı bir şəkildə ifadə edir. Yəni bir dominant Roma kimliyi formalaşır, amma alt qatlarda o fərqliliklər qalır. Aydındır. Bəs bu erkən dövrlər haqqında məlumatları hardan alırıq? Mənbə məsələsi necədir? Bax, bu da çox çətin məsələdir. Eko xatırladır ki, arxaik Romada yazı onsuz da çox geniş yayılmamışdı. Üstəlik, 390-cı ildə Qalların Romanı talan etməsi var. Hə, o məşhur talan, yəqin ki, çoxlu sənəd məhv olub. Bəli, arxivlərin böyük hissəsi yanıb, məhv olub. Ona görə də Eko deyir ki, biz məcburuq daha sonraki dövr yazarlarına, yəni tarixçilərə, filosoflara baxaq, amma onların da öz baxışları, öz məqsədləri olub. Yəni bir növ tarixin özünü də sonradan yenidən qururuq. Bu əslində çox düşündürücüdür. Əlbəttə. Arxeologiyada kömək edir, amma yenə də tam mənzərəni yaratmaq çətindir. Eko məhz bu mənbə problemini önə çəkir ki, Romanı anlayarkən bunu nəzərə alaq. Keçək sosial quruluşa. Erkən Romada kralın rolu, senat, komitiya, bunlar necə işləyərdi? Və ya məsələn, yabancıların statusu. Hospes anlayışı var idi deyəsən. Hə, erkən dövrdə kralın həm siyasi, həm də dini funksiyaları çox güclü idi. Senat daha çox məşvərətçi olubqan idi, komitiyalar isə xalq yığıncaqları. Hospis isə qonaq hüququ ilə bağlı bir anlayış idi, yəni başqa şəhərdən gələn, amma müəyyən qoruma altında olan şəxslər. Bu hələ tam vətəndaşlıq deyildi əlbəttə. Bəs vətəndaşlıq anlayışı necə inkişaf etdi? O məşhur Karakallanın fərmanı var axı. Konstitusiya Antoniyana. Bəli, 212-ci il. Bu fərmanla imperiyadakı demək olar ki, bütün azad əhaliyə Roma vətəndaşlığı verildi. Bu, kağız üzərində çox böyük bir addım idi həqiqətən. Amma yəqin ki, bu tam bərabərlik demək deyildi. Qətiyyən. Eko da bunu vurğulayır. Hüquqi status bərabərləşsə də, cəmiyyətdəki o dərin təbəqələşmə, yuxarı təbəqə olan Onistores ilə aşağı təbəqə Humiliares arasındakı fərq qalırdı. Hətta cəzalarda belə bu özünü göstərirdi. Məsələn? O, çuval cəzası kimi. Hə, Poena Julle. Ata qatillərini içərisinə it, xoruz, ilan, meymun qoyulmuş bir çuvala tikib dənizə atmaq. Dəhşətli bir cəzadır. Və Eko işarə edir ki, bu cür ağır, alçaldıcı cəzalar daha çox humiliares, yəni aşağı təbəqələr üçün nəzərdə tutulurdu. Yuxarı təbəqə üçün cəzalar fərqli ola bilərdi. Məsələn, sürgün. Bu, Roma hüququnun sonraki Avropa hüququna, o civil law dediyimiz sistemə təsirini azaltmırmı? Yəni, bu qədər qeyri-bərabərlik varsa? Əslində yox. Roma hüququnun özü çox mürəkkəb idi və onun prinsipləri, metodologiyası sonraki sistemlərə böyük təsir göstərdi. Amma onun tətbiqindəki bu sosial fərqlər də o dövrün reallığı idi. Eko məhz bu ziddiyyətləri göstərməyə çalışır. Gələk müharibələrə. Romanın tarixi bir növ fasiləsiz müharibələr tarixidir sanki. Samnit müharibələri, sonra Pön müharibələri, Kartaca ilə mübarizə. Bəli, Samnit müharibələri İtaliyanın fəthində çox önəmli mərhələ idi. Kampaniyalıların Romadan yardım istəməsi ilə başlamışdı, səhv etmirəmsə. Pön müharibələri isə Romanı Aralıq dənizinin dominant gücünə çevirdi. O dəniz döyüşləri. Romalılar əslində quru qoşunları ilə məşhur idi. Dənizdə Kartacaya qarşı necə vuruşdular? O Korvus adlı bir şey var idi deyəsən. Hə, Korvus abordaj körpüsü. Bu, Ekonun da toxunduğu maraqlı bir detaldır. Romalılar başa düşürdülər ki, dəniz döyüşündə Kartaca daha təcrübəlidir. Ona görə bu körpünü icad etdilər ki, düşmən gəmisinə keçib, sanki qurudaymış kimi öz legionerlərinin üstünlüyündən istifadə etsinlər.
Milley, Ekonomus burnu kimi döyüşlərdə bu işə yaradı. Yəni, innovasiya və adaptasiya qabiliyyəti. Bəli. Amma Regulus'un Afrikadakı uğursuzluğu kimi səhvlər də oldu. Və əlbəttə Hannibal'ın İtaliyaya yürüşü bu Romanı çox çətin vəziyyətə salmışdı. Kan döyüşündən sonra bəzi müttəfiqlər, məsələn Capua, Romanı tərk etdi. Amma yenə də Roma tam dağılmadı, federasiya dayandı. Düzdür. Bu da Romanın qurduğu sistemin müəyyən qədər möhkəmliyini göstərir. Ancaq Ekorşi onu da vurğulayır ki, bu davamlı müharibələr Romanın xarakterini getdikcə daha da militaristləşdirdi. Bəs imperiya dövrü, Avqustun islahatları, əyalət sisteminin bölünməsi, sonra o 4 imperator ili kimi qarışıqlıqlar. Avqust, bəli, Cumhuriyyətdən imperiyaya keçidi çox məharətlə həyata keçirdi. Əyalətləri senat və imperator əyalətlərinə böldü, özünə daha çox güc topladı, amma Neronun ölümündən sonra 69-cu ildə o qısa müddətdə 4 fərqli imperatorun dəyişməsi əlbəttə sistemin hələ də nə qədər kövrək ola biləcəyini göstərdi. Sonra Antoninilər dövrü gəlir, qızıl əsr deyirlər bəzən, Gibbon məsələn. Hə, Gibbon o dövrü bəşəriyyətin ən xoşbəxt dövrü adlandırıb, Trajan, Hadrian, Antoninus Pius, Mark Avreli, filosof imperator. Amma Eko burada da diqqətli olmağa çağırır. Bəli, nisbi sabitlik var idi, amma sərhədlərdə problemlər, iqtisadi çətinliklər də mövcud idi. Yəni, qızıl olsa da problemsiz değildi. Və sonra böhranlar dərinləşir, Diokletianın tetrarxiya sistemi gəlir. Bu, imperiyanı bölmək cəhdi idi. Bir növ idarəetməni asanlaşdırmaq cəhdi idi. 2 Avqust, 2 Sezar. İmperiyanı 4 hissəyə bölüb idarə etmək. Amma bu da uzun ömürlü olmadı və sonra Konstantin yenidən tək hakimiyyəti bərpa etdi. Gəlin biraz da mədəniyyətə, gündəlik həyata toxunaq. Ailə quruluşu necə idi? O paterfamilias anlayışı həqiqətən o qədər mütləq idi. Paterfamilias, yəni ailə atasının hüquqi gücü həqiqətən çox geniş idi. Övladları üzərində həyat və ölüm haqqı var idi, ən azından nəzəriyyədə. Amma Eko qeyd edir ki, reallıqda, xüsusən də sonraki dövrlərdə qadınların statusu dəyişməyə başlayır. Necə yəni? Müharibələrin təsiri olub, kişilərin uzun müddət müharibədə olması, iqtisadi səbəblər qadınlara müəyyən müstəqillik verə bilirdi, mülkiyyət hüquqları genişlənirdi. Həmçinin Eko, boşanma prosedurunun nisbətən asan olduğunu da qeyd edir, ən azı yuxarı təbəqələr üçün. Bu, bizim bəzən çox sərt təsəvvür etdiyimiz Roma ailəsindən fərqlənir. Uşaqların böyüməsi. O toga virilis, geyinmə mərasimi nə idi? Bu, oğlan uşaqlarının yetkinliyə qədəm qoymasını simvolizə edən bir mərasim idi. Adətən 14-16 yaşlarında baş verirdi. Uşaqlıq toqasını çıxarıb, yetkin kişi toqasını, toga virilisi geyinirdilər. Bu, onların artıq ictimai həyatda iştirak edə biləcəyi anlamına gəlirdi. Din məsələsi də maraqlıdır. O auspisiumlar, quş falı. Bunlar nə qədər vacib idi? Çox vacib idi. Auspisiumlar, yəni quşların uçuşuna və ya davranışına görə tanrıların iradəsini öyrənmək cəhdi bütün vacib dövlət işlərindən, seçkilərdən, müharibə elanından əvvəl həyata keçirilirdi. Həmçinin ev tanrıları var idi, larlar, penatlar, hər ailə başçısının qoruyucu ruhu olan Genius. Bəs şərq qultları, Isis, Serapis kimi tanrılar Romada necə yayıldı? İmperiya genişləndikcə, fərqli mədəniyyətlərlə təmas artdıqca bu kultlar da Romaya gəldi. Xüsusən Isis kultu qadınlar arasında çox populyar idi. Bu, Romanın dini baxımdan nə qədər sinkretik, yəni fərqli inancları özündə birləşdirən bir yer olduğunu göstərir. İncəsənətə gəldikdə Yunan təsiri danılmazdır, elə deyilmi? Amma Romanın özünə məxsusluğu nədə idi? Məsələn, heykəltaraşlıqda. Bəli, Yunan təsiri çox güclü idi. Amma Roma heykəltaraşlığında, xüsusən də portret sənətində çox güclü bir realizm var idi. Yəni, insanları olduqları kimi bütün qüsurları ilə təsvir etməyə çalışırdılar. Düzdür, Avqust dövründə bir idealizm də var idi, amma Cumhuriyyət dövrü portretləri çox realistdir. Trajanus sütunu kimi abidələr də var. Hə, o sütun Romanın hərbi gücünü və mühəndislik məharətini göstərən möhtəşəm bir əsərdir. Üzərindəki relyeflər Dakiya müharibələrini təsvir edir. Panteon o nəhəng günbəzi ilə Roma memarlığının zirvələrindən biridir. Mozaika sənəti də xüsusilə Afrika əyalətlərində çox inkişaf etmişdi.
Eko bu nümunələrlə Romanın yalnız hərbi deyil, həm də mədəni və texnoloji gücünü göstərir. Fəlsəfə sahəsində kimlər var idi? Stoasizm deyəsən populyar idi. Bəli, stoasizm Romada çox güclü idi. Seneca, Epiktet, hətta İmperator Mark Avreli kimi böyük simaları var idi. Onların əsərləri bugün də oxunur. Sonrakı dövrlərdə isə yeni platonçuluq, neoplatonizm önə çıxdı. Plotin, Iamblichos, Proklus kimi filosoflar, bu fəlsəfə axımlar həm də xristianlığın formalaşmasına təsir etdi. Elə xristianlıq demişkən, onun imperiya daxilində yaranıb yayılması prosesi necə getdi? Xristianlıq əvvəlcə kiçik bir təriqət idi, amma Paulus kimi missionerlərin fəaliyyəti ilə sürətlə yayıldı. Əvvəlcə təqiblərə məruz qaldılar, amma sonra Konstantinlə birlikdə vəziyyət dəyişdi və nəhayət dövlət dini oldu. Bu, təkcə dini deyil, həm də siyasi və mədəni bir inqilab idi. Kilsə mimarlığı inkişaf etməyə başladı, məsələn, Doğuş Bazilikası, Romadakı Santa Maria Maggiore. Erkən xristian müəllifləri də var idi. Tertullian, Origen. Bəli, Tertullian, İskəndəriyalı Klement, Origen, Lyonlu İriney kimi ilahiyyatçılar xristian təliminin formalaşmasında mühüm rol oynadılar. Onların əsərləri qərb fəlsəfəsinin və ilahiyyatının təməldaşlarındandır. Eko bu keçid dövrünün mürəkkəbliyini də göstərir. İqtisadi və sosial problemlərə də toxunmaq lazımdır. Köləlik sistemi, latifundiyumlar, bunlar nə kimi problemlər yaradırdı? Köləlik Roma iqtisadiyyatının əsaslarından biri idi. Xüsusən də latifundium adlanan böyük kənd təsərrüfatlarında. Bu, həm də böyük sosial gərginlik yaradırdı. Spartak üsyanı kimi kölə üsyanları bunun bariz nümunəsidir. Qrak-Kus qardaşlarının torpaq islahatı cəhdləri də bununla bağlı idi, eləmi? Bəli, Qrakos qardaşları torpaqsız kəndlilərə torpaq paylamaqla bu problemi həll etməyə çalışdılar, amma hər ikisi də öldürüldü. Bu, Cümhuriyyətin sonlarında siyasi mübarizənin nə qədər kəskinləşdiyini göstərir. Equites, yəni atlı sinfinin təsiri artırdı deyəsən. Hə, Equites əvvəlcə hərdi bir sinif olsa da, sonralar daha çox ticarət və maliyyə ilə məşğul olan, varlı, amma senator olmayan bir təbəqəyə çevrildi. Onların siyasi və iqtisadi təsiri getdikcə artırdı. Başqa bir problem də Kurialas, yəni şəhər şurası üzvləri ilə bağlı idi. İmperiyanın sonlarına doğru vergi yükü o qədər artdı ki, bu vəzifə artıq şərəf yox, ağır bir yük oldu. İnsanlar bu vəzifədən qaçmağa, hətta şəhərləri tərk etməyə başladılar. Bu da yerli idarə etmənin zəifləməsinə gətirib çıxardı. Gümüş çatışmazlığı, inflyasiya kimi iqtisadi problemlər də var idi. Və bütün bunların nəticəsi olaraq çöküş. 476-cı il, Qərb Roma İmperiyasının sonu. Eko bu tarixə necə baxır? Bu, həqiqətən son idimi? Eko bir çox müasir tarixçi kimi bu tarixin simvolik əhəmiyyətini qəbul etsə də, onun bir qədər qərb mərkəzli olduğunu və çöküş sözünün özünün də bəlkə tam doğru olmadığını vurğulayır. Necə yəni? Alarikin Romanı talan etməsi var axı 410-cu ildə. Bəli, bu çox böyük bir hadisə idi, psixoloji təsiri güclü oldu. Amma 476-cı ildə baş verən sonuncu qərb imperatoru Romul Avgustulun taxtdan salınması idi. Ancaq Şərqi Roma imperiyası, yəni Bizans, hələ 1000 ildə yaşadı. Qərbdə isə baş verən, Ekonun da işarə etdiyi kimi, daha çox mürəkkəb bir transformasiya, bir dəyişim prosesi idi. Yəni, barbar krallıqları Romanı tamamilə məhv etmədi. Xeyr, əksinə. Məsələn, İtaliyada Ostgot kralı Teodorik və ya İspaniyada Westgot kralı Ataov kimi hökümdarlar Roma idarə etmə sistemlərini, hüququnu, mədəniyyətini müəyyən dərəcədə mənimsədilər və davam etdirdilər. Roma institutları, Roma kimliyi fərqli formalarda yaşamağa davam etdi. Yəni çöküşdən çox bir keçid dövrü idi. Roma birdən-birə yox olmadı, sadəcə formasını dəyişdi. Elə isə Ekonun antik Romasına bu birgə baxışımızdan sonra görürük ki, bu sadəcə gladiatorlar, fətihlər və imperatorlardan ibarət bir hekayə deyilmiş. Qətiyyən, Eko bizə xatırladır ki, bu ziddiyyətlərlə dolu dərin fəlsəfi düşüncələrə, mürəkkəb sosial strukturlara, bu günümüzə belə təsir edən hüquq və idarə etmə sistemlərinə malik, inanılmaz dərəcədə çoxşaxəli bir sivilizasiya idi. Həqiqətən də çox qatlı bir dünya. Gəli və sizə, əziz dinləyicilərə, düşünmək üçün bir sual qoyaq. Bəlkə də Roma heç çökmədi.
Bəlkə də o sadəcə transformasiya edərək, fərqli formalarda da olsa, bizim müasir dünyamızın, qərb mədəniyyətinin və hətta daha geniş mənada dünyanın təməlində hələ də yaşamağa davam edir. Çox maraqlı bir sual. Bu dərin müzakirədə bizimlə olduğunuz üçün təşəkkür edirik. Həqiqətən xoş oldu. Əgər bu söhbət sizin üçün də maraqlı oldusa, Zehin Pod kanalımızı bəyənməyi və əlbəttə abunə olmağı unutmayın ki, növbəti dərin müzakirələrimizi qaçırmayasınız. Gələn görüşlərə dək. Növbəti dərin müzakirələrdə görüşənədək.